Son bir dəqiqə xəbərin diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycanda zəlzələ oldu. Gündəm xəbərin efirində 7 iyun tarixidir və məlumatımız isə belədir. Yerli vaxtla saat 16:45-də Qobustan stansiyasına 22 kilometr cənub-şərqdə Şamaxı rayonunda 3,1 magnitudalı zəlzələ qeydə alınıb və bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat verib. Zəlzələ ocağının 12 kilometr dərinlikdə yerləşdiyi bildirilir və qeyd edək ki, təbii hadisə çox da ölkə ərazisində hiss olunmuyor. Bundan əlavə qonşu ölkədə də bir neçə saat öncə ard-arda zəlzələlər baş verdi. Belə ki, İranın Tehran şəhərində şərq bölgədə yerləşən Pardisdə 2 dəqiqəlik fasilələrlə 2 zəlzələ qeydə alınıb və seysmoloji məlumatlara görə ilk zəlzələ saat 12:21-də Richter cədvəli üzrə 2,6 bal gücündə baş verib. Yeraltı təkanın ocağı isə 9 kilometr dərinlikdə yerləşib. Bundan əlavə ikinci zəlzələ isə saat 12:23-də 2,9 bal gücündə qeydə alınıb ki, bu zəlzələnin epicentri isə 7 kilometr dərinlik olub və hər iki zəlzələ nisbətən zəif olaraq qiymətləndirilir və hadisə nəticəsində xəsarət alan və dağıntılar barədə isə heç bir məlumat verilməyib.